Kimsə bir başqasına hekayə yazmağı öyrədə bilməz. Birinci videomuzda fraqmentindən belə nəql elədik. Bəli, yenə də həmin fikirdəyik. Həqiqətən də hekayə yazmaq tamamilə bir xəllaqə işdir. Yazmaq istəyən şəxsin ən başda yaradıcılıq qüvvəsi ya həmin xəllaqiyyət potansiyeli olmalıdır. Bu yaradıcılıq gücü yazıcının öz içində baş verir və öncə dediyimiz kimi bu ilkin ya əvvəliyyə meyli yazıcının özündən başqa heç kim canlandıra bilməz. Doğrudan da yaradıcılıq asanlıqla ələ gəlmir. Beynində, ürəyində və təxəyyül sahəsində düşündüyünü kəlmələrə çevirmək, cümlələrə döndərmək, ya dialoqlar, monoloqlar və şəxsiyyətlər yaratmaq və onları müəyyən bir sujet xəttində hərəkətə gətirmək asan bir iş deyildir. Bunu yaratmaq üçün əlimizdə heç bir sehirli formul yoxdur. Ya hansısa məntiqi qanunlar irəli sürməklə bu mümkün olan bir iş deyil. Daha doğrusu, bu hətta məntiqi qanunlar heç yoxdur. Əsasən istəsək də dünyanın heç yerində yoxdur belə bir imkan. Nə bizdə, nə də başqalarında. Amma bütün bunlarla belə məsələyə umudsuz da yanaşmaq olmaz. Mənim də məqsədim burada kimsələri qorxutmaq ya naümid eləmək deyil. Bəlkə hədəfim bir sıra texnikləri mürür eləmək və öyrənməklə içimizdəki xəllaqiyyət qığılcımlarını alovlandırmaq və bununla da istədiyimiz məqsədə yaxınlaşmaqdır. Salam, mən Xan Sənəm, ikinci videomuzla xidmətinizdəyəm. Yeni iliniz qutlu və gələn günləriniz xeyirli və uğurlu olsun. Belə qərara gəlmişdik ki, bu videoda hekayənin elementlərini ad aparıb, onları bir-bir açıqlayaq. Ancaq bir sıra sözləri mən burada lazım və zəruri gördüyüm üçün öncə onlardan danışıram. İnsan kəlmələri düzəldən vaxtdan və danışmaq qabiliyyətini qazanan vaxtdan söz qoşub və söz danışıb. Bəlkə əlifbanı belə ixtira etmədən öncə öz təfəkkür və təxəyyül gücü ilə və ha belə təcrübələri əsasında şəfahi ədəbiyyat yaradıb. O cümlədən şeirlərdən, poemalardan, mahnılardan və nağıllardan da ad aparmaq olar. Bildiyiniz kimi bunlar zaman-zaman sinədən sinəyə və nəsildən nəsilə keçirilmişdir. Mən birinci bölümdə də bunlara toxunmuşdum. Bunları təkrar eləməkdən qəsdim budur ki, bunu deyəm, ot öz kökünün üstündə bitər. İnsan kəlmələri, dili və əlifbanı ixtira edən çağlardan danışır və yazır, amma söz bitmir. Dünyanın məşhur kitabxanalarına nəzər salsaq, bu heyrətləndirici həqiqəti daha da aydın dərk edə biləcəyik. Britaniyanın mərkəzi kitabxanasında 150 milyondan çox yazılı əsər saxlanılır. Və maraqlıdır ki, ildə təxminən 3 milyon yeni əsərdə bu topluya əlavə olur. Bu təkcə Britaniyanın kitabxanasıdır. Dünyanın digər irili xırdalı kitabxanalarına nəzər salsaq, daha da heyrətəngiz statistika ya amarla üzbəüz olacaq. Söz bitmir ki, bitmir. Milyardlar kitab yazılsa belə bitmir. Hətta büsbütün müstəqil mətn olmasa belə, miyan mətn deyilən mətn də olsa, dil uslubu, rivayət fərqliliyi və baxış zaviyəsi ya baxış açısı daima fərqli olacaqdır. Və elə məhz bu doğucu ünsür ildə milyonlarca yeni əsər kitabxanaları artıracaqdır. Sözü isə bitməyəcəkdir. Niyə də bitsin? Söz candır. Bəli, Füzuli babamız demişkən, söz candır əgər bilərsə insan. Sözdür ki, deyirlər, özgədir can. Üstündən 100 illər keçsə də, görürük ki, bu sözün həqiqəti hələ də öz qüvvəsini qorumaqdadır. Amma bəllidir ki, bu məsələ hər sözə aid ola bilməz.
Biz o sözdən danışırıq ki, gəlib keçmir, bəlkə dəlib keçir. Biz burada güclü sözlərdən, təsirli və daha doğrusu düşündürücü sözlərdən söz açırıq. O sözlərdən ki, eşidən kimi adamın qulağı taqqıldayır. Bəzən gözlərini bir nöqtəyə dikib dərin-dərin fikrə dalır. Möhtəşəm sözləri oxuduqda adətən deyirik buna bax. Zalimin balası lap sözün cövhərini çəkib. Amma zənnimcə bu da mütləq bir söz olmamalıdır. Yəni biz eyni halda hamının zövqünü oxşayan bir sözün ətrafında yığışa bilmərik. Çünki zövqlər insandan insana fərqlidir. Estetika ya həman zibai şinasi haqda heç kim hamı tərəfindən danışa bilməz. Zövq insanın gözəlliyi və habelə sənətin və kültürün dəyərlərini tanımaq gücüdür. Bu isə çeşidli amillər, o cümlədən tərbiyyət və şəxsi təcrübələr təsiri altındadır. İnsanların düşüncəsi, fenomenlərə baxışı, mədəni səviyyəsi və dünya görüşü və digər hissləri fərqli olduğuna görə nəticə də fərqli ola bilər. Bu məsələ fərdi təcrübəyə söykəndiyi halda ictimai təcrübədən də asılı ola bilər. Hər şey ki bir kültürdə ya bir fərhəngdə gözəl və dəyərli hesab olunur, mümkündür ki başqa bir kültürdə nə gözəl hesab olunsun, nə də dəyərli. Hər halda biz burada müəyyən bir sözdən söz açmamışıq, bəlkə sözün özündən danışırıq. Bununla da söz bitmir. Çünki vaxtilə formalistlər və ya yeni roman dalğasının yazıçıları, o cümlədən Alen Robbe-Geriye kimi yazıçılar sözə və muhtəvaya deyil, yəni nə deməyə deyil, necə deməyə üstünlük verərək forma və struktura dəyər verirdilər. Hər halda söz haqda danışmağa söz çoxdur, amma təbii ki, bunların hamısını deməyə ayrı-ayrı zamanlar və fürsətlər lazımdır. Bu zəmində müxaliflərin və müvafiqlərin fikirlərini öyrənmək üçün günlər, aylar və illərlə müxtəlif mənbələri mütaliə eləmək lazımdır. Hələlik bu mövzudan qırağa çıxırıq. Kafka deyir ki, yazmaq ölülər sırasından dışarı çıxmaqdır. Roland Barthes isə bunun davamında vurğulayır ki, danışıq dirilərə aiddir və sükut ölülərə. Danışıq və sükut arasında bir əkşindirir. O da nədir? Yazmaq. Ancaq və ancaq tanınmış və uğurlar əldə etmiş və əksəriyyətin rəğbətini qazanmış əsərləri oxumaq, özü də diqqətlə oxumaq və əlbəttə ki, tənqidi oxumaq, deyərdim ki, güclü yazmaq üçün birinci pillədir. Əslən oxumaqdan çəkinməməliyik. Oxumaq özü bir canlı məktəbdir. Şəxsi təcrübələrimə söykənərək də bunu deyirəm. 10 oxuyub, bəzən 100 oxuyub, bir yazmalıyıq. Oxumaq bizim dünya görüşümüzü yenilədib, baxış sahəmizi genişləndirir və sərt inanlarımıza hətta içimizdə şübhə yaradır. Və ən əsası bu ki, bizim klasik, modern və həm də postmodern rivayət tərzi ilə tanış eləyir. Əməli olaraq da hekayənin və romanın quruluşunu və toxunuşunu necə deyərlər, kərpic gözümüzün önünə sərgiləyir. Biz cürbəcür hekayələri və romanları oxuyarkən yazıçının çatdırmaq istədiyi mövzunu hansı uslub, hansı şivələr və hansı texniklər vasitəsilə sıraladığına canlı olaraq tanıq oluruq. Misal üçün, şuur axını ya həman cəryanı, səyyal zehni nəzərdə tutaq. Bu texniki ayrıca texniklər sırasında oxuyuruq, tanış oluruq. Xülasə desək, şuur axını adlı ədəbi texnik əsasında roman yazmaq istərkən yazıcı şəxsiyyətlərin zehninə daxil olmaqla
onların başlarında cəryan edən fikirləri kağız üzərinə tökür. Belə də dil qaydalarına çox da diqqət edilmir. Misal üçün, dırnaq ya güymə olmadığına, diyaloq ya monoloq arasında olan fərqləri anlamaqda biraz çətinlik çəkirik. Şuur axını texniki ilə yazılan kitablarda roman hissələrə bölünmədiyi üçün çox vaxtı oxucu bilmir ki, kitab oxumağı harda dayandırmalıdır. Bu texniki oxuyub tanımaq ayrı, onu hansısa bir əsərdə bütün detaylarıyla, yəni cüz'iyyatı ilə, ayrıntıları ilə görmək və hiss eləmək də bir ayrıdır. Misal üçün, şuur axını texnikinin məşhur və tanınmış ustadı Virginia Woolf'un Xanım Dalloway romanına misal çəkirik. Şuur axını və ya zehnin axışı əsasda yazılmış bu romanda əsli obrazı olan Clarissa Dalloway bir qonaqlığa hazırlaşırkən onun daxili hissləri və fikirləri izlənilir. Bu romanda biz bu şəxsiyyətlə yanaşı həyatın sadə sevinclərini, qəm və kədərini və habelə qorxulu fikirlərini və bir çox digər məsələləri təcrübə edirik. Nature Dəşt romanında da biz açıq-aşkar bunun şahidi oluruq. J.D. Salinger'in bu romanı bir oğlan uşağını New York küçələrində kişi olmaq prosesindən bəhs eləyir. Holden Caulfield adlı şəxsiyyətin yeniyetmə çağlarında fikirləri, təcrübələri və şıltaq təxəyyülü bu sevimli romanın mərkəziyyətini təşkil edir. Holden'in dünyasına varıb tədqiq edərkən Salinger'in yazı üslubunu kəşf edib onu sevəcəksiniz. Əlbəttə, bu üslubda yazılan romanları oxumağın ləzzəti bəlkə başqa romanlara nisbətən biraz az olsun. Amma çox vaxt oxucu şəxsiyyətin başında gəzənləri bilməkdən xüsusi bir həzz alır. Beləliklə, görünür ki, yazmaq işində hər şeydən əvvəl bizə əsas yardımcı mütaliə olacaqdır. Bunu da vurğulamaq lazımdır ki, mədəniyyət tarixində bütün dövrlərdə kitab və kitab oxumağın həmişə özəl yeri olubdur. Kitab fikir yüksəlişində, eləcə də ruhun və düşüncənin dirçəlişində tanınmış əsas yollardan biridir. Roland Barthes'a görə oxumaq təkcə hansısa bir məlumatı transfer etmək, yəni intiqal vermək işi deyil, bəlkə bizim dünya haqda idrakımızı dəyişəcək qədər zəngin və çox boyutlu bir təcrübədir. Çox bodulu, yəni çənd bodi. Marcel Proust bu haqda daha maraqlı bir məqama toxunur. O deyir ki, kitab mühərrikdir. Kitab zehnimizin və düşüncəmizin motorunu işə salaraq özümüzə məxsus həqiqəti yaratmaq üçün bir vasitə kimi əməl eləyir. Əziz dostlarım, bilirsiniz ki, bu videoları çəkmək üçün çox zəhmət çəkilir. O yüzdən məhəbbət eləyin, başıma minnət qoyun, bizi subscribe eləyin, komment yazın. Hətmən nəzərlərinizi mən gözləyirəm. Kəsin ki, nəzərləriniz mənim bu işi daha yaxşı qabağa aparmaqda yardımcım olacaqdır. Like vurun və daha düzgün yazmaq üçün bizimlə yol bir olun.